Salam, əziz şagirdlər və abituriyentlər. Gəlin bu sualı birlikdə həll edək. Biz bu sualda nə varıq? Bir-birinə vurub atırıq. Necə? Bunu buna, bu isə buna vururuq. Bu necə olacaq? Kökün altında 2'nin xaricdən kvadratı. Kökün altında 5 vur kökün altında 2. Çıxılsın. Kökün altında 5'in xaricdən kvadratı. Kökün altında 5 vursun kökün altında 2. Vursun kökün altında 40'a. O da bərabərdir. Kökün altında 2'dən eləmiş 2 çıxır. 2'dən də 5 çıxanda -3. Kökün altında 10. Vururam kökün altında 40'a. Bununla bu getdi qaldı yerdə kökün altında 4. Kökün altında 4'dən də 2 çıxdı. Yəni -3'ü də vururam 2'yə, cavabımız -6. İndi isə gəlin bu sualı həll edək. 40 ədədinin 70% hansı ədədin 80 faizinə bərabərdir? 40'ı birinci vururam 70'ə, bölürəm 100'ə. Sıfırlar getdi, qaldı yerdə 28. İndi nə qayıram? 28'i də bölürəm 80'ə, vururam 100'ə. 4 aparsam 7 dəfə 20 dəfə vursun 100'ə. 5 dəfə. Cavab 35.